Qarabağ və Şərqi Zəngəzur bölgələrini artıq yaşıl enerji zonası elan etmişik. Orada yalnız bərpa olunan enerji mənbələrindən istifadə ediləcək. Bu mənbələr nəinki həmin yerlərdə insanların və sənayenin tələbatını ödəyəcək. O cümlədən ölkənin qalan hissəsinə də xidmət edəcək. Eyni zamanda bərpa olunan enerji mənbələrinin böyük potensialı var. Azərbaycanda külək və günəş enerjisi mənbələrinin potensialı 200 giqavata yaxındır. Beləliklə, hazırda biz nəinki xarici sərmayədarları cəlb etməkdə davam edirik. O cümlədən həmin enerji həcmlərini ixrac etmək məqsədi ilə lazımi ötürmə imkanlarını da yaradırıq. Biz mərhələlərlə 10 giqavata qədər bərpa olunan enerji istehsal etmək üçün birgə işləməyi planlaşdırırıq və bu, regionun enerji inkişafında tam bir inqilab olacaq. Çünki Azərbaycan dünyada ilk dəfə 19-cu əsrin ortalarında neft istehsal olunduğu ölkədir. Dənizdəki yataqlardan ilk neft ötən əsrin ortalarında istehsal olunub. İndi bizim zəngin yanacaq ehtiyatlarımızın olduğunu nəzərə alaraq biz yaşıl gündəliyə doğru irəliləyirik. Bu məqsədli seçimdir. Bu, bizim təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə töhfəmizdir. Düşünürəm ki, Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir. Biz kömürdən istifadə etmirik, biz elektrik enerjini istehsal edirik ki, biz hidroelektrik enerjiden istifadə edirik ki, və o cümlədən günəş enerjinin istehsalına başlamışıq. Bizim bununla bağlı böyük nəhəng enerji sərvətlərimiz var. Bizim artıq xeyli investisiya müqavilələrimiz imzalanıbdır. Ən azı 6 giqavatlıq yaşıl enerji istehsalına başlamışıq. Burada hidro, günəş və külək enerjisi var ki, və burada Qarabağda və Şərqi Zəngəzurda əsasən su elektrik enerjisindən söhbət gedir və kiçik su elektrik stansiyalarına 280 meqavatlıq gücündə biz onları kimişik, istismara vermişik. Layihə 6 il ərzində tamamlanmalıdır. Bu layihə Avropa İttifaqının Rusiya enerjisindən asılılığını azaltmaq cəhdinin bir hissəsidir. Aparılmış dəqiq təhlil nəticəsində bəlli olub ki, işğaldan azad edilmiş ərazilərdə bütövlükdə 10 min meqavata yaxın bərpa olunan külək və günəş elektrik enerjisinin istehsalı mümkündür. Azərbaycan artıq Qarabağda yaşıl enerjiden istifadə olunacağı ilə bağlı fikrini bəyan edib və Azərbaycanın yaşıl enerji strategiyasına keçdi, enerji təhlükəsizliyinə verilən əvəzsiz töhfədir. Bütün bunlar onu göstərir ki, Azərbaycan nəinki xam neft məhsulları və təbii qaz, eyni zamanda elektrik enerjisinin böyük istehsalçısı və ixracatçısı olacaqdır.